şəkildə qarşı. Bugün biz burada onlara etiraz mitinq edirik. Onlar əsas məqsədi o idi ki, Təbrizdə demək istəyirdilər ki, Təbrizlilər Azərbaycana qarşıdır və onlar bu nəticəni ala bilmədilər. Çünki biz bilirik ki, Təbrizlə Şimali Azərbaycanla Cənubi Azərbaycan bir ananın övladıdır. Bizim anamız Azərbaycandır. Azərbaycan övladı heç vaxt bir-biri ilə sözü çəp gələ bilməz. Və burada bunların bir yaxşı işi oldu ki, biz Cənub və Şimali Azərbaycanlıları bir yerdə birləşdirdik. Əsasən, bugün bizim yığışmamızın böyük məqsədi odur ki, bizim həm birliyimizi göstərir, həm də bu İrana deyirik ki, Azərbaycanın daxili işlərinə qatışmıyor. Azərbaycan azad bir dövlətdir, hər hansı bir tədbiri öz sahəsində keçirə bilər və hər hansı bir ölkə ilə həm strateji, həm iqtisadi, həm mədəni əlaqələri qura bilər. Azərbaycan heç kimdən icazə almalı deyil. Bugün biz İran İslam Respublikasının səfirliyinin qarşısındayıq və onlardan soruşuruq ki, əgər siz həqiqətən müsəlman qardaşsınızsa, niyə Qarabağda Azərbaycan şəhidləri, Azərbaycan çocuklarını, erməni vəhşiləri qıran zaman siz onlara yardım etdiniz. Və bu yardımdan sonra Qarabağdan başqa Azərbaycanın 7 böyük rayonu da alındı. Bu da göstərir ki, bizim İran qardaşlarımız, dırnaq içində qardaşlarımız, onlar bizim qardaşlarımız deyil və bu dövlətin apardığı siyasət Azərbaycan xalqına qarşıdır. Biz bu siyasəti pisləyirik. Burada İranda yaşayan insanların bugün siyasətə dəxli yoxdur. Çünki bütün Təbriz əhli bizi ilə, Şimali Azərbaycanla, Bakı ilə nəfəs alır. Bizim bir bayrağımız var. Bu bayrağın altında hamı birləşməlidir. Əsas məqsəd də ki, burada bugün bizim birliyimizi göstərir ki, həm qonşu İsveçdən, həm bizim türk dilli millətlərimizin birliyi göstərir ki, bu da İran rejimini qorxuya salıb. Biz hər bir zaman İrana qarşı biz öz cavabımızı verə bilərik və bundan asılı olmayaraq, ümumiyyətlə, bizim türk dilli cəmiyyətlərin birliyini biz burada yaratmışıq. Hər zaman bizə arxadılar. Biz də buradakı iştirak edən türk dilli türk xalqına, türkmənlilərə hamısını öz minnətdarlığımızı bildirik. Biz qardaşıq. Ümumiyyətlə, bu İran rejimi artıq Evrovizyon yarışmasını ləğvinə çalışır və onların əsas məqsədi odur ki, Azərbaycanda Evrovizyon keçirilməsin. Çünki bugün Azərbaycana 1500 jurnalist gəlmiş. Bu da o deməkdir ki, Azərbaycanı bütün dünyada təbliğ edirlər və Azərbaycanın iqtisadi, mədəni inkişafını bütün dünya xalqları görür. Bu da İran xalqını qorxuya salıb. Çünki İranda olan 35 milyon Azəri artıq öz hüquqlarını tələb etmək üzrədir. Və biz də buradan Cənubi Azərbaycan qardaşlarımıza hər zaman dəstək olmuşuq və dəstəyik. Ümumiyyətlə, İnşallah bizim tariximizdə Səttar xan, Bağır xan, Xiyabani, Pişəvəri hər zaman Azərbaycanın azadlığı uğrunda vuruşmuşlar. Biz bugün də vahid Azərbaycan uğrunda döyüşürük və mübarizə aparırıq. Əsas məqsədimiz də Turançılığı yaratmaqdır. Böyük 250 milyon türk xalqı bir araya gələrsə, bu bizim gücümüzü göstərir və heç bir diktator rejim bizə heç nə söz deyə bilməz. İnşallah biz böyük Azərbaycan dövlətini yaradacaq. Kim istəyirsə çıxış eləmək, məndən bu qədər. Cavad bəy, buyurun. İzin versiniz. İsveçdən Dünya Azərbaycan Kongresinin Geçmiş sədri. Xeyr, siz həmişə sədrisiz, üzvüsüz. Buyurun. Aziz soydaşlarım, hörmətli vətəndaşlarım, sizləri Kopenhagda görməkdən çox şadam. Bir neçə gün bundan qabaq Ankara'da miting geçirtdik. Bir-iki gün bundan qabaq Bakıda miting geçirtdik. Bugün de buradayıq, Sama Stockholm'da. Bütün bu fəsad dualarının karşısında toplanıp hak sesimizi dünyaya çatdıracağıq ki, haray haray ben Türk'üm. Haray haray ben Türk'üm. Dünya medeniyetlerinin beşiği olan Azerbaycan günleri güzel bir ne diyorlar onun adına?
Eurovision şarkı yarışmasına ev sahipliği edir. Ben dünən oradaydım. İnanın Bakı yanır. Her taraf ışık, her taraf çiçek. Bunu görmemezlikten gelen İran'ın Fars şovinist rejimi mollalarının vasıtasıyla Kazım neydi? Adı neydi onun? Tehran meçhidi Tehran'daki dünenleri çıkıplar cümə namazındaki. Yok. Yok, Kazım da adı, özü de Azerbaycanlı. Azerbaycanlıdır, Əbhərdəndir. Neyse adı yadıma gelmir. Dünənki İmam Cümə çıxıb milleti alıp karşısına başlayıbdı Azerbaycan'ın demək olar ki dövlətçiliyine karşı bazı təxribatçı fikirler yayıbdı. Biz onu buradan pisləyirik. Biz Güney Azerbaycanlılar olarak 35 milyon Azerbaycan Türk olarak Azerbaycan devletinin, Azerbaycan hükümetinin yanındayız. Bunu belə bilin. Bu günləri eğer biz burada sayımız az da olsa sabah 10 milyonluk Azerbaycan ve Türk diasporalarının birliği olarak necə ki Sarkozy'ye karşı Paris'te o güzel miting yarandı ve Senatonun kabul ettiği o Ermeniye karşı aparılan ne diyorlar soykırımı inkar yasasını geri aldılar. Bunu bilin ki biz de gücümüzü ortaya koyup bu İran adlanan ülkenin pis yüzünü dünyaya sattıracağız. Bunu bilin ki birlikten kuvvet doğar. 35 milyon Güney Azerbaycan'ı, 10 milyon Kuzey Azerbaycan'ı, 5 milyon muhacirette yaşayan diaspora teşkilatları bircedir, birce olacak. Bunu görmeyenlerin gözü kör olsun, sağ olsun. Bəli. 80 milyon Türkiye değil, 300 milyon Türk dünyası. Sağ olun, var olun. Ben buradan hem Danimarka polisine, hem bizi ağırlayan Türkiye Cumhuriyeti Devleti'nin polisine, hem de Azerbaycan'da bizim canımızı giden Azerbaycan polisine teşekkür ederim ki bize bu fırsatı verir. Demokratik yolla öz hak sesimizi dünya içtimaiyetine çattıran. Sağ olun, var olun, hürmetli soydaşlarım, kardeşlerim, vatandaşlarım. Haray ben Türk'üm. 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 Biz hamımız Türk'üz. Sen benimsen. Durdun tepeden can. Yaşa, çok yaşa. İnşallah Azerbaycan. Yaşasın Azerbaycan. Yaşasın Azerbaycan. 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 İran Fars, Ermeni ve Rus Fars, Ermeni bunlar Türk'ün düşmanı. Rus Fars Ermeni. Bunlar Türk'ün düşmanı. Rus Fars, Ermeni bunlar Türk'ün düşmanı. Rus Fars Ermeni. Bunlar Türk'ün düşmanı. Rus Fars Ermeni. Bunlar Türk'ün düşmanı. Hakikaten bugün bütün dünyada görürük ki Azerbaycan'ın komşuları şimaldan Rusya, qərbdən Ermənistan, cənubdan İran, Azerbaycan'ın inkişafını bunların gözleri götürmür. Her zaman Azerbaycan'a təhdidlər edirlər. Biz ancaq inşallah Kur'an yaratmaqla, vahid Azerbaycan yaratmaqla öz azadlığımızı əldə edəcəyik. Bugün İranda yaşayan 35 milyon kardeşimizin kədəri bizim kədərimizdir. Ben deyə bilmərəm ki, onların sevinci var, onların sevinci yoktur. 35 milyon insanın ne televizyonu var, ne qəzeti var, ana dilində danışmaları yasak, ana dilində məktəbləri yok. Amma çox əfsus olsun ki, İranda cəmi 18 milyon fars yaşayır və bütün dövlət farsların əlindədir. Siz təsəvvür edin ki, ermənilərin özlərinin orada məktəbləri var,
öz ana dilində dərs keçirirlər, özlərinin kilsələri, amma təəssüf ki, 35 milyon Azərbaycanlının heç nəyi yoxdur. Mərd Cumhuriye İslami! 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 Mərd Xameni! Mərd Xameni! Mərd Paşovun isminə! Mərd Paşovun isminə! En büyük Azerbaycan! En büyük Azerbaycan, başka büyük yok. En büyük Azerbaycan başka büyük yok. Bakı, Təbriz, Ankara, biz hara, Farslar hara. Bakı, Təbriz, Ankara, biz hara, Farslar hara. Bakı, Təbriz, Ankara, biz hara, Farslar hara. Elbette. Təbriz, Ankara, biz hara, Farslar hara. Çok sağ olun, çok güzel şuarlardı. Hakikaten bugün biz burada görürüz ki Türk'ün başka dostu yok. Azerbaycan'ın sevinci, Türkiye'nin sevinci, Türkiye'nin sevinci, Azerbaycan'ın sevincidir. Her şeyin kədəri də. Bugün bizimle Türkmen kardeşlerimiz de buradadır. Hemçinin Uygur kardeşlerimiz de buradadır. Sağ olsunlar. Bütün Türk dilli cemiyetler, Türk dilli halklar bizi destekleyir. Ve biz burada görürük ki, hakikaten Türk'ün Türk'ten başka dostu yok. Sözü